2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahanların qrafiki mərkəzin saytının təqvim bölməsinə də əlavə edilir. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edilir. Digər imtahanların tarixləri dəqiqləşdikcə təqvimə əlavə olunur. Tam 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 2 zona olmaqla 9 və 15 mart tarixlərində keçiriləcək. Zonalara aid olan şəhər və rayonlar haqqında məlumata da cədvəldə tanış ola bilərsiniz. Abşeron, Sumqayıt, Gəncə şəhərlərində yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədi ilə 2 imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq 1 və 2 hissə kimi adlandırılıb. İmtahana buraxılış vərəqləri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək. Peşə liseylərinin məzunları liseyin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər. Ümumi 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə 3 zona üzrə 5, 12 və 26 aprel tarixlərində təşkil olunacaq. İmtahandan bir ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat veriləcək. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı 18 fevral 5 mart tarixlərində aparılacaq. Əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrində qəbul imtahanlarının birinci mərhələsi aprelin 19-da keçiriləcək. 1, 2, 3 və 4-cü ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı may ayında təşkil olunacaq. 1, 2, 3 və 4-cü ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi may-iyun aylarında keçiriləcək. Bu imtahanlarda iştirak etmək üçün qeydiyyat isə aprel-may aylarında aparılacaq.